Peygamber ve Ali Peygamber'e salavat zikr Sallallahu ala Muhammed ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Nahmeduhu ve nesta'inuhu netevekkelu ve nestağfiruhu. Beşirin nazir es-siracil munir Abdul Muayyad ve Rasulil Musaddat Abil Qasimi Mustafa Muhammed ve ali Muhammed ve ala ahli beytihi teyyibine tahirinel masuminel mukarremin siyyemel hudca beqiyyetillahi fil aradin ve la'na ala a'daihim ecma'in amma ba'd qalallahu'l hakim fi kitabihil kerim Euzu billahi mineşşeytanirracim Bismillahirrahmanirrahim Rabbi şrahli sadri ve yassirli emri ve hlul uqdeten min lisani yefkahu kavli. Sadakallahul aliyyul azim. Esselamu alel Hüseyin ve ala Ali ibn'l Hüseyin ve ala evladil Hüseyin ve ala ashabil Hüseyin. Allah'ın salamı, rəhməti, bərəkəti siz əzizlərin üzərinə olsun. Allah Teala inşallah ki bu əzadarlığı bizlərdən ali dərəcədə qəbul eləsin. İmam Hüseyn əleyhissalamın əzadarlıq məclisləri haqqında danışırdıq. Keçən məclisdə dedik ki, seçim imkanı kimi dəyərləndirdi İmam Hüseyn əleyhissalamın əzadarlıq məclisini. Dedik, məhərrəm əzadarlığı insanın seçim imkanıdır. Yəni, insanlar ki, İmam Hüseyn əzasına gəlir, özlərinə yer müəyyən eləyirlər. Yəni, Kərbəla əzadarlığının mənası budur ki, insan özü bilsin və başqalarına göstərsin ki, mən hardayam, hansı tərəfdəyəm. Kərbəla həmişə var, davam eləyir. Kərbəla tarix deyil, Kərbəla cəriyanda olan, davam eləyən bir hadisədir, bir prosesdir. Zamanın fövqündə, məkanın fövqündə dayanan hadisədir. Kərbəla kərvanı yoldan dayanmayıb, hərəkətdədir, gedir. Və daimdə hərəkətdə olacaq bu kərvan. Hər il hərəkətdədir və Kərbəla həm daxilimizdə baş verir, həm də bizdən xaricdə baş verir. Dünya durduqca bu proses bu cür davam eləyəcək. Daxilimizdə də bir İbn Ziyad qoşunu var, bir Hüseyn qoşunu var. Ağılla cəhlin mübarizəsi var, nurla zülmətin mübarizəsi var. Xaricdə də, bizdən kənarda da bu mübarizə davam eləməkdədir. Həmişə də bu mübarizə gedəcək. Haqq hardadır? Onu biləsən. Haqq hardadır və mən hardayam? Bunu müəyyən eləyəsən. Kərbəla bundan ötürüdür. Kərbəla bundan ötürüdür. Bunun üçündür. Əzadarlığın bir dənə mənası budur. İnsan gəlib bura ki, yerini tapsın. Deyirlər, bu niyə görə qeyd olunur hər il? Bu niyə görə hər il qeyd olunur? Hər il qeyd olunur, ondan ötürü ki, hər il özünü müayinə edəyəsən. Mən hardayam? Hər il bu qeyd olunmalıdır. Gərək yerimiz məlum olsun bizim. İki batil vuruşur. İki batil vuruşur. Bir-biri ilə. Bəziləri deyir ki, heç birindən olmayaq. Heç birindən. Haqq hardadır bəs? Haqq hansı tərəfdədir? Onu tapsın və onun yanında insanlar tapsın və onun yanında olsun, belə deyək. Haqla nahaq vuruşanda özünü ölçüb biçəsən, hesablayasan ki, hansının yanındayam mən. Heç birinin yanında deyilsənsə, ixtiyarsız batil cəbhəsindəsən. İxtiyarsız olaraq. Mümkün deyil, adam haqla nahaq arasında deyək ki, mən heç birindən deyiləm. Bu mümkün olan bir şey deyil. Dünyanın harasında haqla batil mübarizə aparırsa, hal-hazırda gərək gedən proseslərə biganə qalmayasan özün üçün.
təbliğat üçün demirəm, özün üçün analiz eləyəsən, özün üçün oturasan, düşünəsən, baxasan, görəsən ki, qəlbin kimin yanındadır? Haqqın yanındadır, yoxsa nahaqqın yanındadır? İnsan gərək öz qayğıları ilə məşğul olmasın təkcə. Mənim evim, mənim ailəm və s. və ilaxır bununla məşğul olmasın. Bir hərdən başını qaldırıb dünyada gedən proseslərə, insanlar cəryan eləyən proseslərə nəzər salmalıdır. Bir salvat zikr eləyək. Bədvaris o bivarislər dünyasını dəyişər, alimlər, abidlər, ruhları şad, salavat zikr eləyək. Şəriətdə bir dənə qayda var, uşaqların məscidə gəlməsi ilə bağlı. Biz uşaqların məscidə gəlməsinin qarşısına ona qarşı deyilik. Amma gəlib, belə deyək, maneçilik törədəcəklərsə, şərii qayda qanundur, məkruhdur gəlmələri. Ona görə də uşaqlardan xahiş olunur ki, kim uşaq gətiribsə, onları nəzarət eləsinlər. Qadınlar tərəfdən gətiriblərsə, buraxırlar kişilər tərəfəsə, xüsusilə nəzarət eləsinlər. Biz burada söhbət eləyirik, yeşə kişilər əyləşiblər burada. Mənim fikrim yayınır burada. Burada da durub uşaqlar danışırlar. Xahiş edirəm bir nəfər dursun, o uşaqları orada düzəlsin. Məclis böyük bir məclisdir. Bu oyuncaq məclisi deyil bu məclis. Diqqət eləmək lazımdır bu məclisə. Əgər burada maneçilik törədəcəksə, məclisin gedişatını törədəcəksə, dini ayinlərin icrasına mane olacaqsa, məkruhdur gətirmək birbaşa olaraq. Bunlara diqqət eləmək lazımdır. Biri orada danışır, biri burada danışır. Bu olmadı ki, dayı. Ümumiyyətlə, ayırın o uşaqları bir-birindən. Bir yerdə qoymayın otursunlar. Dağılışdırın məscidin başqa yerlərinə. Dünyanın bir yerində haqla batil savaşırsa, haqla batil mübarizə aparırsa, insanlar gərək analiz eləsinlər, baxsınlar. Ancaq insan özünün, belə deyək, işləri ilə məşğul olmasın. Haqqın yanında ol, qəlbəndə olsa. Dünyanın bir yerində döyüş gedirsə, haqla batil vuruşursa, üzbəüz dayanıblarsa, qəlbəndə olsa, haqqın yanında olub. Bu bir proses deyil, belə deyək. Bu Kərbəla hadisəsində özünü göstərdi ki, haqla batil savaşanda səssiz qalıb dinləyənlər belə dualarda vuruşanlarla eyni səviyyədə gəldilər, oldular. Niyə görə? Çünki haqqı əzirdi batil, zahirən əzirdi ya. Haqqı, belə deyək, haqqına girirdi batil, onlar isə oturub orada müşahidə eləyirdilər. Kərbəla bunlar üçündür ki, adam öz yerini müəyyən eləyə. Mən hardayam? Suallar verə insan özünə ki, niyə dəvət elədilər İmam Hüseyin əleyhissalamı, amma kömək eləmədilər. Kömək eləmədilər, yox, kömək eləməməkləri bir tərəfə. Dəvət eləyənlər gəldi İmam Hüseyin əleyhissalamı qətlə yetirdilər. Çağıranlar idi, dəvət eləyənlər idi. Adam bunları oxuyanda, başa düşəndə, mütaliə eləyəndə, danışanda az qalır ki, insanın qəlbi yerindən çıxsın, ürəyi partlasın. Adamı dəvət eləyib, özünü də öldürəsən, belə bir şey ola bilər. Tarix göstərdi ki, bəli, bunlar elədilər bu qatı cinayətkarlığı. Necə biz dəvət eləyirik zamanı imamını gecə-gündüz? Allahümmə kulli vəliyyikəl Hüccət ibn-i Həsən. Küfəllər də İmam Hüseyin əleyhissalamı o cür dəvət edirdilər. Əl-əcəl, əl-əcəl, tez gəl, tez gəl, tez gəl. Hamısı məktublarda belə yazmışdı. Necə biz demirik bu günləri zamanı imamı üçün. Dəvət elədilər, amma dəvətlərində dürüst olmadılar. Əccil fərəcəhum deyirik. Məsuliyyətli sözdür bu söz. Məsuliyyət istəyir bu söz. Adam qorxur bəzən ki, ilahi olmaya birdən Allah eləməsin, mənim də dəvətim küfəllərin dəvətindən ola. İnsan özü-özündə qorxuya düşür bu məsələlərə.
Niyə Müslimi tənha qoydular? Niyə öldürdülər, peşman oldular? Bunlar hamısı suallardır. Gərək insan bu suallar üzərində otursun, düşünsün. Nəfəsul məhmum li zulminə təsbih. Deyir, bir adam ah çəksə bu məclisdə, nəfəs alsa, ah çəksə, nəfəs almağı təsbihdir, təsbihdir. Elə bil ki, oturub Subhanallah deyir. Bir şərtlə ki, düşünə, boş-boşuna yox. Düşünür, bu həqiqəti dərk eləyir və yanır İmam Hüseyin əleyhissalama. Deyir, onda ah çəksə, ah çəkməyi elə bir ki, Subhanallah deməkdir, təsbihdir. Mən sizə cavab deməyəcəm bu söhbətdə. Həllindən danışmıram, bəzi suallar verəcəm ki, gedin, oturun, düşünün, bu sualların cavabını gəlin tapaq bir yerdə. Sadəcə suallar verirəm, gedək düşünək. Bax, həyatı suallar bundan ibarətdir. Vacib deyil ki, məsəl üçün, burada elə sual verəsən, cavabını da verəsən, cəmaatın da başını ağrıdasan, uzun-uzadı danışasan. Bəzən bu Qur'an-ı Kərimin Allahın da metodudur. Allah sual verir, insanları ayıldır. Bəzən gərək sualı verəsən, cavabını verməyəsən ki, gedib düşünsün insanlar. Ki, bu nə olan şeydir belə? Sual verək və cavabsız qoyaq sualı ki, gedək axtaraq o sualları, fikirləşək. Bu sualların cavablarını gəlin axtaraq. Yusifi deyir, yazırlar ki, Qur'an-ı Kərimdə də qissəsini bilirsiniz. Həzrəti Yusifi gətirib çıxartdılar bazara satmağa. 5-6 yaşı var idi Həzrəti Yusifin. Gətirdilər satmağa, Qur'an buyurur ki, müştərisi yox idi Yusifin. Heç kim yaxın durmurdu. Alan yox idi Həzrəti Yusifi. Yusif Allahın höccəti, Allahın vəlisi, xəlifəsi. Axırda Qur'an buyurur ki, ucuz qiymətə aldılar Həzrəti Yusifi. Orada üzr istəyirəm, müğənni qızlar, rəqqasə qadınlar gətirib satırdılar bazarda qul kimi. Onlar deyir, baha qiymətə satılırdı, baha qiymətə alırdılar. Cəmaat baha qiymətə alırdı. Bir dənə bazar səhnəsində Allah nə böyük fəlsəfə açıqlayır bizə. Bir dənə bazar səhnəsində Allah fəlsəfə, Həzrəti Yusifin qissəsində bir bazar səhnəsi var. Orada Allah Teala bir dənə böyük fəlsəfə qoyub bizim üçün. Qul bazarıdır. Hər sözündə hikmət var da Qur'an-ı Kərimin. O xanəndənin, oxuyanın müştərisi çoxdur orada. Başqalarını baha qiymətə alırlar. Amma Yusifin müştərisi yoxdur. Alan yoxdur. Axırda yazır ki, biri qayıtdı dedi ki, bu qərib uşağa rəhm eləyin. 6 yaşı var idi Həzrəti Yusifin. 6 yaşında olan Yusif Peyğəmbər dedi ki, o adam ki, onun Allahı var, o qərib deyil. O adam ki, onun Allahı var, o qərib deyil. Niyə Yusifin müştərisi olmur bu dünyada? Niyə Yusiflərin ümumiyyətlə müştərisi yoxdur? Niyə Hüseynə tərəf 72 nəfər gəldi? Bunlar suallardır. Cavabını vermirəm. Oturaq düşünək. Hamısı suallardır. Niyə 10 minlərlə insan onunla qarşı-qarşıya gəldi, durdu? Bunlar hamısı suallardır. Gedək, oturaq, düşünək və cavabını tapaq özlüyümüzdə. Məhərrəm ayı bundan ötürüdür ki, bu suallara cavab tapaq biz. Çoxlu suallar var ki, adam onu gərək özündən soruşsun, özünə sual versin. Nə qədər söhbət elədi İmam Hüseyin əleyhissalam. Rəcəb ayının 28-i Mədinədən çıxdı. 28-ci gecə çıxdı Mədinədən Rəcəb ayında. Yol boyu danışa gəldi. Yol boyu danışırdı. Məkkiyə gəldi, Ərəfə günündə də gəldi, çatdı Məkkiyə, daha doğrusu Məkkədən çıxdı Ərəfə günündə. Nə qədər adamla yolda danışdı, Məkkədə cəmaatı topladı, bir dənə cümlə söz dedi. Qayıtdı ki, Alə və mən kənə bəzilən finə muhcətəhu
mawaddinan ala liqa'illah nafsah fal yarhal ma'na fa inni rahilun musbihan inşaallah. Bir dənə söz deyir. Məkkədə toplayır cəmaatı, qayıdır deyir ki, kim ürəyinin qanını bizə hədiyyə eləyir? Kim bizə ürəyinin qanını hədiyyə eləmək istəyirsə, kim Allahla görüşmək üçün öz canını bizə hədiyyə eləmək istəyirsə, buyursun gəlsin, sabah səhər çıxıram inşallah. Məkkədə toplayır, bu sözü deyir. Yola çıxıram. Səadət kərvanıdır Hüseynin kərvanı. Xoşbəxtlik kərvanıdır İmam Hüseyn əleyhissalamın kərvanı. Həmin o xoşbəxtlik və səadət kərvanı yola çıxır və hamıya səslənir. Niyə onu müşayiət eləyən olmadı? Niyə bəşər öz xoşbəxtliyinə qənim kəsilib? Niyə bu səadət kərvanına barmaq hesabı qədər insanlar toplaşdı, insanlar qoşuldu? Qoşulmadılar heç. Ziyalılar var idi, məsəl üçün İbn Abbas kimi. Gəldilər nəsihət eləməyə, mövzə eləməyə ki, ağa getmə, bilirsən ki, sən özün bilirsən ki, onlar vəfasızdılar Kufə əhli. Onların vəfasızlıqlarının şahidi olmusan. Ümumiyyətlə, ziyalı, savadlı bilirsiniz kimdir? İmamını tanıyan adam. İmamının başına ağıl qoymaq istəyən adam ziyalı deyil. İmamını tanıyan adam. Onun yanında olan adam, yoxsa ona nəsihət eləyən adam yox. Ona yol göstərən adam yox. İmama yol göstərməyə. Əsl savadlı adam budur, ziyalı adam budur. İmamına deyə ki, sən yol göstərə ki, daha doğrusu imamına deməlidir ki, imamı ona yol göstərsin ki, mən neynəməliyəm? Gəlib özü müraciət eləməlidir. Ziyalı bax, Həzrət Əbəlfəz ağa idi. Əli Əkbər ağa idi. Ziyalı odur ki, imamını tanıya. Bir elm ki, insanı həqiqətə gətirib çıxarmırsa, həmin adam elmi olmasına baxmayaraq başlayır Allahın vəlisinin başına ağıl qoymağa. 20.000 məktub gəlib Kufə cəmaatından. İmam Hüseyn deyə bilərdi ki, özünüz bir təhər elə yoluna qoyun da, bir təhər görün, neynirsiniz? Siz özünüz yoluna qoyun bir təhər. İndi eləyin, 20.000 məktubun cavabında yaza bilərdi. Özünüz həll eləyin, baxın da indi düzələr, düzəlsəm mən də gələrəm. Belə deyə bilərdi o 20.000 məktubun cavabında. Amma İmam Hüseyn əleyhissalam elə eləmir. Deyir ki, çağırıblar, dəvət eləyiblər. Əgər getməsəydi, tarix qınayacaqdı İmam Hüseyn əleyhissalamı. Ki, belə bir fürsət ələ düşmüşdü, belə bir fürsət yaranmışdı, haqqı bərqərar eləyəsən, sən də onda özünü çəkdin arxaya, dala. Fürsət yaranmışdı İmam Hüseyn əleyhissalam üçün. Amma İmam Hüseyn zirəng iş gördü ki, öz naibini göndərdi, Müslümü göndərdi birinci. Görək, hələ bu cəmaat mənim naibimə dəstək ola bilir, onu müdafiə elə bilir, yoxsa elə sözdədir bunların dedikləri, kağız üzərindədir bunların yazdıqları sözləri. Qəbul eləyə bilir, bunlar görüm naibimi yoxsa yox. Naibini öldürdülər, yenə əl çəkmədi. Dedi, onlar mənə dəvət eləyib, mən gedəcəm. Görün, o belə də ola bilirmiş ki, insanlar adamı çağırsınlar, naibini öldürsünlər, sonra özünü də tikə-tikə eləsinlər. O belə də olurmuş. Bir dənə dərs vermək istəyir İmam Hüseyn əleyhissalam bizim kimi insanlara. Tarixə dərs vermək istəyir. Cəmaat başa düşmür. Deyirlər ki, özünü ölümə atma. Ona bu cür nəsihət edirdilər. Əli əleyhissalamı xəlifə eləmək istəyirdilər. Gəlmişdilər ki, Həzrət Əli əleyhissalamı xəlifə eləsinlər. Bilirsiniz, Həzrət Əli əleyhissalam xilafəti qəbul eləmirdi. Nə qədər gəldilər, eləmək istəmirdi.
Həzrət Əli dedi ki, gedin bu yolu yarımçıq, gedin buradan. Bu yolda məni yarımçıq qoyacaqsınız. Mənim xilafətə gəlməyim sizin kimlərə sərf eləməyəcək. Bilirəm ki, yarı yolda qoyub çıxıb gedəcəksiniz məni. Çünki mənim rəhbərliyimlə sizin beyninizdə olan rəhbəriyyət üst-üstə düşmür. Mən elə bir rəhbərlik eləyəcəm ki, o sizə xoş olmayacaq. Məni yarı yolda qoyacaqsınız. Çıxın, gedin. Yazırlar, o qədər insan yığışdı Həzrət Əli əleyhissalamın evinə ki, belə də yazıra tarixdə. İmam Həsənlə İmam Hüseyn əleyhissalam yeniyetmə bir cavan gənc idilər artıq. Yəni, balaca uşaq deyildilər ki, ayaq altında qalsınlar. Çox böyük idilər, belə deyək. Amma deyir, o qədər insan seli yığıldı ki, İmam Əli əleyhissalamın evinə, az qaldı ki, İmam Həsənlə İmam Hüseyn ayaq altında qalsın. Balaca uşaq da deyildilər, ha. Müəyyən qədər yaşları var idi. O qədər insan seli. İmam Əleyhisselam dedi ki, yox, burada artıq höccət tamam oldu. Mən bunların səsinə səs verməsəm, götürməsəm xilafəti boynuma, tarix məni qınayacaq ki, haqqı bərqərar eləmək fürsəti sənə verilmişdi. Niyə görə o fürsəti əldən qaçırtdın? Bunu qəbul eləməliyəm. Çünki məni qınayarlar. Allah deyər ki, heç kim yox, cəmaat yox. Ən birinci Allahın, çünki Allahın höccətidir. Bunun boynundadır. Bu rəhbəriyyət eləməlidir. Allah bunu seçib. Allaha nə cavab verəcəm? Onun qorxusudur Həzrət Əleyhisselamın qəlbində birinci. Allah deyər ki, gəlmişdilər. Deyir, əgər bu olmasaydı, xilafət yüyənini götürməzdim əlimə. İmam Hüseyn salam gəlir, çünki onu çağırıblar. Öz uşaqlarını götürür, gəlir, xanımların, ailəsinin hamısını götürür, gəlir, aparır. Sədaqətlə, tam səmimiyyəti ilə gəlir. Qeybdən bilir, şəhid olacaq. Bilir. Onların hamısını bilir. Amma zahiri gərək təhlil eləyə hadisələri. Zahiri olaraq hadisələr gərək təhlil olunsun. Bunlar tarixin hamısı dərsləridir. Doğrudan da təəccüblənir adam oxuyanda, baxanda, eşidəndə. Neçə min insan, bir şəhər, neçə min insan müslimə beyyət elədilər. Bir dənə namərd 12 nəfərlə gəlir şəhərə, 12-cə nəfərlə. 12 nəfər adamla gəlir, Küfəni tam olaraq çevirir. Hiləgərliyi ilə. Dağrul İmarənin başına birini çıxardırlar, qaydır deyirlər ki, cəmaatı qorxuzmaqdan ötürü. Ki, müslimlə beyyət eləyənlər beyyətlərini sındırsınlar. Deyirlər ki, ay cəmaat, Yezidin Şamdan qoşunu gəlib çıxıb Nüxeylə adda yerdədir. And içiblər. Yezid onlara deyir, tapşırıq verib ki, elə ki çatdınız Küfiyə, 2 günə gəlib çatacaqlar. Kim müslümin yanında qalsa, malı da, canı da, hamısı halaldır qoşuna. Başlayırlar qorxuzmağa. Bunu eşitdilər, şayə də yalandır, ortada heç bir qoşun yoxdur, bir şey yoxdur, heç nə yoxdur. Şayə ilə bir dənə yavaş-yavaş ayrıldılar müslimdən. Başladılar, ayrıldılar. Şayə ilə. Bu tarixdir. Tarixdə bu cürdür. Necə var, elə də danışıram. Möhtəbər tarixdir. Yol gedir yavaş-yavaş. Kinosunda da görmüsünüz də azalırlar. Biri sağa qaçır, biri sola qaçır. Gəlir məscidə çatana qədər. Gəldi məsciddə ibadət eləyəndə məğrib namazını qılırdılar. İşa namazını qılanda arxaya çöndü, gördü ki, bir nəfər də adam qalmayıb. Hamısı qaçıb gediblər. Bir dənə nəfəri, bir nəfər adam qalmadı. Adam hərdən oturur, sual verir özü-özünə. Görəsən, mən də orada olsaydım, bu cür olardım. Sual yaranır. Bax, budur Məhərrəmin əsas sualı bundan ibarətdir. Görəsən, mən necə olardım? Budur. İnsan özünü təftiş eləyə. Bir yalan xəbərlə haqqa düşmən oldular beyyət eləyənlər. Haqqa bağlı olmaq iddiasında olan adamlar bir dənə yalanla. İmam Hüseyni gözləmə iddiasında olan adamlar bir dənə yalanla hər şey alt-üst oldu.
Əbəlfəz ağa yazırlar ki, Aşura gecəsi gəldi, Ömər Sədə dedi ki, onsuz da bizi ilə vuruşacaqsınız. Bunu biz bilirik. Onsuz da bizlə vuruşacaqsınız. Sabah vuruşun bizlə. Sabah, yəni Aşura günü. 9-cu gün gəlir. Bu gecə bizə möhlət verin. Bunu İmam Hüseyin əleyhissalam istəyir sizdən. Möhlət istəyir bir günlük, bir gecəlik daha doğrusu. Deyir, Ömər Səd Şimrə baxdı. Ömər Səd ki, nə deyirsən, neyniyək? Şimr dedi ki, qoşunun başçısı, sərkərdəsi sənsən. Qərarı da sən verməlisən, sən ver. Baxdı, dedi ki, kaş başçı olmayardım. Baxanda tarixə bəlkə də ən üzr istəyirəm axmaq kəlmə idi bu ki, səni kim məcbur eləyir? Olmaq istəmirdin, olmazdın da elə. Olmaq istəmirdin, olmazdın. Niyə qalırsan orada? Kaş olmayardım demək nə deməkdir dayı? Növbəti sual budur. Onun ora ayağını nə bağlamışdı, nə bağlayırdı? Onun ora ayağını bağlayan nə idi? Niyə keçə bilmir Hüseyin tərəfə? Bu da bir sualdır. Ucu açıq olan suallardır. Oturaq fikirləşək sadəcə olaraq haqqında. Və gərək bu qara giyinməyə, əza rəsmi olaraq qara giyinməyə. Bu qara giyinməyin mənası var da, bilirsiniz nədir? Bu qara giyinməyin, əzadarlıq eləməyin mənası budur ki, özümüzü ucuz satmayacağıq. Siz təsəvvür eləyin ki, Ömər Səd də Hürr kimi orada atına qamçı vurub keçsəydi İmam Hüseyin əleyhissalam tərəfə, indi Ömər Sədə salam göndərirdik, əgər keçsəydi. Hürr vurdu atına qamçını, keçdi. Təsəvvür eləyirsiniz, indi gör hardadır, hansı vəziyyətdədir. Xanım Zeynəb deyir, ey Ömər, ya Ömər, əyyuqtəlu Əbu Abdillah və əntə tənzuru iləy. Hüseyni öldürürlər, sən baxırsan. Deyir, xanım Zeynəb Ömər Sədə bu sözü deyəndə oturdu, elə ağladı ki, fəryad elədi. Amma nə qiyməti var o göz yaşının? Nə qiyməti var? Heç bir. Əgər o göz yaşının qiyməti var idisə, gec deyildi. Yenə də keçsəydi İmam Hüseyin qəbul eləyəcəkdi onu. Canı çıxan vaxta qədər keçsəydi, qəbul eləyirdi. Məhərrəm ayı bu aydı, hesab kitab aydı, düşünmək aydı. İmam Hüseyni öldürənlər nə əldə elədilər ki? Heç nə əldə eləmədilər. Elə bildilər ki, xoş günə çıxacaqlar, o gündən ağladılar. Vəziyyətləri daha da pis oldu. Xanım Zeynəb dedi ki, bizi öldürüb, bizi ağlayırsınız, heç vaxt gözünüzün yaşı qurumasın. Heç qurumayacaq da. Xanım Zeynəb bu cür dedi. O başlayan başladı. Nə qədər baş kəsib gətirdilər Küfədə əmirlərin qabağına. Küfə bu cür oldu. Nə qədər baş kətdilər, qoydular. Nə əldə olundu? Heç nə əldə olunmadı. Məhərrəm ayı budur, seçim imkanıdır. İnsan seçdiyinə görə insandır. İnsanda ixtiyar var deyənə, seçə bilir deyənə insandır. Digər canlılar ixtiyarsa, amma insana Allah təala seçə bilmək ixtiyarını verib. İnsan seçə bildiyinə görə insandır. 2 dənə dəstə var. Əvvəldə demişik, nur və zülmət dəstəsi. İnsan seçə bildiyi üçün insandır. Seçə bildiyinə görə insana insan deyirlər. 2 dəstə haqq, batil üz-üzə dayanıb həmişə. Məhərrəm fürsətdir ki, Məhərrəm ayı fürsət ayıdır ki, İnsan görsün ki, özünü təftiş eləsin ki, mən hardayam. Vəssalam, bundan ibarətdir. Və bu gecə istəyirəm Həzrəti Qasimə təvəssül eləyək. İmam Həsən əleyhissalamın Qasiminə, İmam Həsənin Qasiminə. Aşura gecəsi yazırlar ki, İmam Hüseyin hamıya deyir ki, siz şəhid olacaqsınız. Hamıya deyir. Hamı şaddır.
sevinir ki, səhər şəhadətə qovuşacağıq. Şəhidlik xəbərinə hamı sevinir. Bircə Qasim narahatdır. Bir dənə Qasim narahatdır. Hamı sevinir, Qasim dizin qucaqlayıb oturub bir kücdə qəmlidir. Dedilər, nə olub sənə? Dedi, yox, sözümü sizə yox, əmmə deyəcəyəm. Gəldi, deyir, daxil oldu İmam Hüseyn əleyhissalamın xeyməsinə. O qədər ədəbli idi ki, oturdu, heç nə demədi. Heç nə danışmır. Dizin qucaqlayıb oturub. Əmisinin yanında. Nə o danışır, nə İmam Hüseyn əleyhissalam danışır. İmam Hüseyn əleyhissalam deyir, axırda sükutu pozdu, başladı danışmağa. Dedi ki, əzizim, ay mənim qardaşımın, İmam Həsənimin yadigarı. Mənə nəsə sözüm var. Deyir, qayıtdı, dedi ki, bir sual verim. İcazə verirsiniz, bir sual verim. Dedi, buyur. Dedi ki, siz dediniz ki, hamı sabah şəhid olacaq. Bu ancaq qocalara, yaşlılara aiddir, yoxsa bizə də aiddir. İmam Hüseyn əleyhissalam cavab vermədi. Sualın cavabının əvəzində sual verdi. Qayıtdı, dedi ki, keyfəl maut indək. Hələ de görüm, ölümə, şəhidliyə münasibətün necədir? Qasim deyir, baxdı, qayıtdı, dedi ki, əhla minəl əsəl. Şəhidlik, ölüm, şəhadət mənim üçün baldan da şirindir. Baldan da şirindir. Qorxuram ki, bu saadət mənə qismət olmaya. Qasim deyir. İmam Hüseyn əleyhissalam cavab verdi ki, bəli, sən sabah ağır dərdlə öldürüləcəksən. Aşura gününə gəlirəm. Niyə ağır dərdlə dedi ki, öldürüləcəksən? Hamı deyir, döyüş icazəsi alır İmam Hüseyn əleyhissalamdan. İmam Həsən övladlarına qarşı İmam Hüseyndə qəribə bir münasibət var idi. Onları çox istəyirdi İmam Hüseyn əleyhissalam. Deyir, gəlib dayanıb İmam Hüseyn yanında, Həzrəti Qasim İmam Hüseynin yanında. Həzrət İmam Hüseyn əleyhissalam başa düşür ki, Qasim icazə istəmək üçün gəlib. Qasim icazə istəmək üçün gəlir. Gəlib dayanır qabağında. İmam Hüseyn əleyhissalam üzünü çevirir o tərəfə. Bu istəyir, söhbəti açsın, danışsın, icazə alsın. İmam Hüseyn əleyhissalam söhbəti dəyişir. O yana gedir, bu yana gedir. Sanki bundan qaçır, bu məqamdan qaçır. Axırda Qasim dözmür. Deyir ki, əmi, qurban olum, canın fəda olsun. İcazə verin, mən də gedim döyüşə. İmam Hüseyn əleyhissalam qəribə cavab verir. Deyir ki, yox. Yazırlar ki, Qasim yox kəlməsini eşidəndə düşür İmam Hüseyn əleyhissalamın əlindən öpür, ayağından öpür. Deyir, qaldırdı Əba Əbdillah Qasimi yerdən, bastı bağrına. Deyir, burada qucaqlaşdılar. Hər ikisi o qədər ağladılar ki, bihuş oldular. Yazırlar ki, icazə vermək istəmirdi. Birdən Qasimin yadına bir şey düşür ki, o vaxtı atam Həsən dünyasını dəyişəndə, şəhid olanda bir dənə əmanət vermişdi. Demişdi ki, oğlum, bu əmanəti saxla, Kərbəlada yaman günündə verərsən qardaşım Hüseynə. Onu istifadə eləyərsən. Deyir, gətirir, verir əmisinə. Açır, İmam Həsən əleyhissalam orada nə yazırsa, ondan sonra İmam Hüseyn əleyhissalam razı olur. Yazırlar ki, Qasimin onda 13 yaşı var idi. Döyüş paltarı əyninə çox böyük idi. Geyindirir Həzrəti Qasimi, İmam Hüseyn əleyhissalam öz əlləri ilə geyindirir. Deyir, o qədər böyük idi ki, döyüş dəbilqəsi başına böyük olur. Hətta ayaqqablarının bağı da açıq qalır. Qoyur ayağını üzəngiyə, minir, ata yola salır bunu. Çıxır meydana.
Düşmən baxır, görür ki, bu kimdir ilahi, bu nə gözəllikdir. 14 gecəlik ay kimi bərq vurur Həzrəti Qasım. Şücaətlə başlayır düşmənə dil yarası vurmağa, deyir. Rəcəz oxuyurlar da döyüşdən qabaq, rəcəz oxuyur. Şücaətlə döyüşür. Düşmən də dişlərini qıcıyıb ki, bu 14 gecəlik ayı söndürsün. İmam Hüseyin Aleyhisselam deyir, xeymələrdən baxırdı. Bir də onda eşitdi ki, səs gəldi, Qasimin səsi gəldi. Əmican, dadə gəl, tez gəl, tez gəl. Yazırlar ki, İmam Hüseyin Aleyhisselam özünü tez çatdırır Həzrəti Qasimin başının üstünə. Görür ki, yıxıblar atdan Qasimi, əhqabların da bağı açıqdır, ayağı qalıb üzəngidə, at sürüyür Həzrəti Qasimi. Bunlar da mühasirəyə alıblar. Mühasirəni yarır, özünü tez çatdırır Həzrəti Qasimin üstünə. Gəlir, görür ki, artıq yara vurublar, Həzrəti Qasimi şəhid eləyiblər. Onlardan bir neçəsini cəhənnəmə vasil eləyir, sonra götürür, gəlir Həzrəti Qasim cənazəsini xeymələrə. Yazırlar ki, gətirir Həzrəti Qasimin Həzrəti Əli Əkbər ağanan, İmam Hüseynin oğlu Əli Əkbərlə dostluğu, münasibəti çox yaxşı olur. Bir-birlərini çox istəyirlər. Gətirir, deyir, Əkbər cənazəsinin yanına qoyur Həzrəti Qasim cənazəsini də. Deyir, o qədər hücum eləmişdilər ki, atlarla mühasirəyə almışlar, atdan salmışdılar, atların ayağının altında qalmışdı Həzrəti Qasim. Deyir, götürür, gəlir, Həzrəti Əli Əkbər nəşinin yanında qoyur. İmam Həsənin balasından söz düşmüşkən, İmam Həsənin bir dənə də balası Kərbəlada iştirak eləyirdi. Onun adı Abdullah idi, 9 yaşı var idi Kərbəlada. Abdullahı İmam Hüseyin Aleyhisselam meydana gedəndə Həzrəti Zeynəbə tapşırır. Deyir, Zeynəb, bu uşaqdan müğayət olasan. Həzrəti Zeynəb də möhkəm yapışır. Təlli Zeynəbiyyə deyirlər Kərbəlada. Təllin də üstündən meydana baxır. Uşaq da əlində möhkəm tutub. Birdən uşaq Abdullah çıxır xanım Zeynəbin əlindən. Bilirsiniz hansı məqamda çıxır? O məqamda çıxır ki, pis adətlə öldürürlər İmam Hüseyni. O ki, şikar eləyərdilər, ovçular heyvanları, daş atardılar, niz atardılar. O cür İmam Hüseyin Aleyhisselama hücum eləyirlər çuxur yerdə. İmam Hüseyin Aleyhisselam bu dəmdə deyir ki, həl min müstəğisin, bir pənah verən varmı mənə? Deyir, burada Zeynəb deyir, özünə saxlaya bilmədi. Əlini qaldırdı başına, dedi ki, yağı yasəl müstəğisin, ey pənahsızların pənahı. Allaha yalvarır orada. Deyir, əllərin qaldıranda Abdullah çıxdı əlindən. Deyir, o vaxt idi ki, Şimr-i Məlun oturmuşdu İmam Hüseynin sinəsi üstündə. Abdullah deyir, çıxır, İmam Hüseyin Aleyhisselamın sinəsinin üstündə oturmuş. Qılıncı qaldıranda Abdullah verir özünü, yazırlar ki, qolun vurur uşağın. Sonra xanım Zeynəb çatdırır özünü, o şeirdə də var, yapışır Şimrin xəncərindən, Əliyalın özdə, kəsən tərəfindən, qəbzəsindən də yox. Əlini qaldıranda Abdullah çıxır əlindən, buyurur ki, vallah, la, ufariqu əmmi, and olsun Allaha, əmimdən ayrılmaram. Bu cür deyir. Xanım Zeynəb, orada da Abdullahı da o cür şəhid eləyirlər. Bu cür olur Qasimin də hekayəti. Əla la'nətullah aləl qavmiz zalimin və səya'ləmullezina zələmu əyyə munqalabin yanqalibun. Salavat zikr eləyək. Sallə alə Muhammed və ali Muhammed və accil fərəcə.